Yazdıqlarına əsasən, uşaq vaxtı səndə kəllədaxili təzyiq problemi olub. Atanda, əmində və babanda da buna bənzər vəziyyət olub. Zob xəstəliyi olmadığını deyirsən. Bunun qohum evliliyindən olmadığını düşünürsən. Təkcə bu məlumatlarla bunun genetik olub-olmadığını və ya qohum evliliyindən qaynaqlandığını demək mümkün deyil. Kəllədaxili təzyiq müxtəlif səbəblərdən yarana bilər və hər zaman irsi olmur. Əgər bu problem hazırda da davam edirsə və ya ailədə bir neçə nəfərdə olubsa, ən doğru qiymətləndirməni nevroloq və lazım gələrsə tibbi genetika mütəxəssisi verə bilər. Hazırda səndə baş ağrısı, görmədə problem və ya digər şikayətlər varmı?